Məbəs günü Allah öz Allahlığını elan eləyir bəndələrinə. Deyir ki, mən sizin Rəbbinizəm. Tərbiyənizlə mən məşğul olacam. Rəbb, tərbiyə sözü Rəbb sözündəndir də. Tərbiyənizlə mən məşğul olacam. Ey mənim bəndələrim, ey mənim əzizlərim, ey mənim sevimli bəndələrim. İnnallaha yuhibbul. Bilirsiniz bu sözü nə qədər işlədir Allah. Allah sevir. Allah lütfkardır. Bilirsiniz nələr eləyib, nələr. Din göndərib, din sabit qalsın deyə peyğəmbərinə hakimiyyət verib. Həzrət Muhammed əleyhissalam neyini? Əlində qılınc döyüşlərin mərkəzində olub. Ac qalıb, təndək qazıb. Allahın lütfunun sayəsində. Hökumət düzəldi, hakimiyyətli eləyib. Bədir döyüşündə Allah bizə Ənfal surəsində çox danışır. Deyir, ey peyğəmbər, ey möminlərə dinən xəbərləri olsun ki, həmən günü mən sizə mələklər göndərdim. Özü də belə deyir. 1000 dənə mələk göndərdim sizə. 1000 mələk göndərdim. Siz ki daş atırdınız, ox atırdınız, onu siz atmırdınız, mən atırdım. Mən məsələnin ortasında istəyirdim ki, dövlət qurasınız. İstəyirdim, bu din sizə gəlsin, din sizə hakim olsun ki, siz bu dinin vasitəsilə məbəsdə, siz bu dinin vasitəsilə hidayət olasınız. Düşmənlər, pisliklər sizə tərəf gələndə mən şəxsən müdaxilə elədim. Görürdüm o döyüşü. Baxırdım o döyüşə. Sizə kömək eləyirdim, ey peyğəmbər. Siz bilmirdiniz, amma onlara denən ki, bilsinlər, mən oradaydım, mən mələklər göndərdim. Ayədə deyir ki, mələklərimə dedim ki, mələklər, gedin, mən də sizin arxanızdayam. Allaha and olsun ayədə. Deyir, mələklərə dedim ki, Ənfal surəsindədir. Mələklərə dedim ki, siz gedin, mən də sizin arxanızdayam. Bədirdə kömək eləyəcək bu az. Birinci dəfə döyüşən bu qövmə kömək eləyəcək ki, bunlar qalib olsunlar. Və mələklər orada kömək elədir, qalib olsunlar. Niyə? Çünki din. Məbus eləmişəm peyğəmbəri. Peyğəmbərliyə çatdırmışam. Nümayəndəm qərar vermişəm. Bu nümayəndəm vasitəsilə bəndələrimi hidayət eləyəcəm. O deyəcək sizin Allahınız var. O məni ortada vasitəçi olub mənim sözlərimi çatdıracaq. Bəndələri mənə tərəf gələcək. Bəndələrim məndən Rəbb bəndə münasibətləri quracaqlar və bu səbəb olacaq ki, onlar dünyasını gözəlliklə, səadətlə başa vursunlar və əbədi aləmdə görüşəcəyik. Ya əyyuhəl insan, innəkə kaduhun ilə Rabbikə kədhən. Ey insan, sən Rəbbinə tərəf hər an getməkdəsən. Fəmulaqi və görüşəcəksən.